İdman insanın sağlam qalması üçün ən vacib amillərdən biridir. Onlar hər hansısa bir zədə alsın və yaxud da ki, biraz çətinlik görsünlər. Amma idmançı idi, yəni dünya çempionu idi. İnsanları qorxudur, yoxsa cəlb edir sizcə? Mən qardaşımdan başladım ora getməyə. Ərizəmi yazdım, çıxdım və başladım artıq məşqçi işləməyə. Çox belə acınacaqlı bir vəziyyətdir demək olar. Nə edirsən elə, insanları aldatmaq düzgün deyil. Deyirəm qardaş, mən rentgenəm, mən travmatoloqam, mən məşqçiyəm. Sən bilməyə insana məşq keçməli deyirsən. Mən başa düşə bilmirəm nədən narahatçılıq elə. Yəni bu adam əziyyət çəkib, sən də bu yolu keçib gəlib o nəticəyə çıxa bilər. Bu idmanda kifayət qədər əməyi var. Yoxdular deyəndə nəyi nəzərdə tutursunuz? Yəni mənim yanımda yoxdular. Bəli. Adətən fitness məşqçilərində biraz ego olur. Salam Sport Talk izləyiciləri, bugün yenə xüsusi buraxılışla qarşınızdayıq. Mənim bugünkü qonağım fitness məşqçisi, illərin peşəkarı Xəyyam Kazımovdur. Xoş gəlmisiniz. Salam, xoş gördük. Xoş gördük. Studiyamıza ilk dəfədir gəlirsiniz, amma bölümlərimizi izləmisiniz. Bəli. Sizi çoxdan izləyirəm, çoxdan görürəm. Təşəkkür edirəm elə bəri başdan ki, belə bir proyekt hazırlamısınız, idman barədə. İdmanı təbliğ edirsiniz. Yəni fərq etməz. İdmanın hər bir növü çətindir, hər bir növü gözəldir. Və siz də hər bir idman üzrə mütəxəssisləri bura dəvət edirsiniz. Çox gözəl bir verilişdir. Təşəkkür edirəm. Xoşdur, nə demək? Sizin əziyyətiniz, həmçinin digər idmançıların, məşqçilərin, yəni pərdə arxasında qalır. Onları bir nəfər ekran qarşısına daşımalıdır ki, insanlar görsünlər və həqiqətən idmanın çətinlikləri ilə qarşılaşsınlar. Yəni başa düşsünlər ki, necədir. Əslində, bəli, belə olmalıdır. İndi insan var, idmanı sevir, insan var, sevmir. Amma ümumiyyətlə cəmiyyətə, insanlara idmanı sevdirmək lazımdır. Hətta insan, tənbəl insan da olsa, özünü məcbur edib idmana aparmalıdır. Bilirəm, indi bəzi insanlar deyəcək, məcburiyyət yaxşı bir şey deyil. Lakin idman insanın sağlam qalması üçün ən vacib amillərdən biridir. Çünki insan nə qədər çox hərəkət eləsə, bir o qədər cavan qalır, bir o qədər belə deyək, sağlam olur. Yəni peşəkar olmasa da həyatın bir yerində idman olmalıdır. Əlbəttə ki, hər kəs peşəkar idmançı olmalı deyil ki, yəni bu vacib deyil. Sadəcə idman zalına gedib idmanla məşğul olmaq, ən azından nə bilim çölə çıxıb qaçmaq, ən azından nə bilim çöldə turnikdə, paralel qollarda idman eləmək. Yəni hərəkətdə olmalıdır insan. Bir də idmanın digər tərəfi var ki, insanlar gəlib 1-2 ay məşq elədikdən sonra özünə məşqçi adı verir. Belə də var. İndi hər bir sahədə belə bir şeylər var. Məncə bunu birazdan daha ətraflı müzakirə eləyə bilərik. Amma ilk növbədə məncə bu bölümü izləyən hər kəsə maraqlı olar ki, Xəyyam idmana necə gəldi? Mən ümumiyyətlə idmana mən uşaqlıqdan gəlmişəm. Biz uşaq olanda mən 1982-ci ildə anadan olmuşam, yəni 80-ci illərdə doğulmuşam da. 80-90-cı illərdə bizim indi ola bilər cavan nəsil tanımır, çünki bəzi aktyorlar artıq çəkilmir. O vaxtı Jean-Claude Van Damme var idi, Bruce Lee var idi. Arnold Schwarzenegger'ın özü müxtəlif filmlərdə çəkilirdi və o vaxt populyar idi. Chuck Norris var idi. İndi bu dəqiqə bəlkə də çox adam tanımır onu. Amma Chuck Norris yəni tanınmış bir idmançı idi. 2 dəfəmi, ya neçə dəfəmi, yəni dəfələrlə kickboxing üzrə dünya çempionu olmuş bir idmançı idi. Bu filmlərə biz baxıb əslində biraz tərbiyə almışıq, biraz idman həvəsimiz artıb. Yəni yadıma gəlir, uşaq idik, qardaşımla, balaca qardaşımla baxırdıq kinoya. Kino qutarırdı, dururduq, başlayırdıq biz də birimizə təpik yumruq. Bilirdim, atam o tərəfdən gəldi, o da bizi təpik yumruğunun altına saldı və bununla da... Əslində yəni bu artıq evdən gələn və insanın özünə götürdüyü bir örnəkdir də. Yəni evin içindən gəlir. İndi məsələn günümüzdə mən düşünürəm ki, evdə çox az valideyn övladına icazə verir ki, Van Damme baxsın, Bruce Lee-yə baxsın. Çox gözəl bunu qeyd elədiniz. Yəni ona baxmadan da mənim tövsiyəm budur ki, hər bir valideynə uşaqları idmana məcburi aparsınlar, məcburi qoysunlar və uşaqlıqdan idmana öyrəşdirsinlər. Çünki idmanla məşğul olan insanlar həyatın çətinliklərinə daha yaxşı sinə gələ bilir. Daha dözümlü olur, daha iradəli olur. Uşaqlıqdan bu tərbiyəni verəndə uşaq ağ kağızdır.
Onu necə yazsaq, necə proqramlaşdırsaq, uşaq elə də böyüyür. Düzdür? Doğrudur. Cəmiyyətdə də bir qədər uşaq formalaşır, amma əsas kökdür, əsas bünövrədir. O da hardan gəlir? Evdən, valideynlə gəlir. Əlbəttə elədim. Mən hətta çox istəyərdim ki, oğlan uşaqlarını pambığa bürünməsinlər. Yəni bu gün valideynlərimiz çox təəssüf ki, oğlan uşaqlarını pambığa bürüyürlər və icazə vermirlər ki, onlar hər hansısa bir zədə alsın və yaxud da ki, biraz çətinlik görsünlər. Açığı deyim, mən zalda elə uşaqlar görürəm, eləsi də olur ki, mənim yanıma gətirir məşq üçün. Yəni mən çox pis oluram. Çünki başa düşürəm ki, bu uşaq bir kişi olaraq gələcəkdə bir ailə başçısı, bir cəmiyyətdə bir kişi olaraq formalaşa bilməyəcək. Yəni belə deyək də, bizə gələcəkdə kişi lazımdır. Çox heyif ki, artıq fikir verirəm, kişilərimiz özlərini qadın kimi aparır. Qadınlarımız amma kişiləşibdir. Bəli. Bu cəmiyyəti uçuruma aparır. Yəni sizcə problem hardadır? Problem həmişə kökdə olur. Həmişə kökdən gəlir problem, yenə deyirəm. Biraz valideynlər uşaqların çox əzizləməsinlər. Biraz başa düşürəm, hər kəs öz uşağını sevir, öz uşağını istəyir, amma uşağı əziyyətə öyrətmək lazımdır. Uşağın çox dalınca qaçanda uşaq artıq fərsiz bir övlada çevrilir və sabah aydın məsələdir ki, valideyn həmişə bizlə bu dünyada belə gəlib də, yəni bu qanundur. Gəlirik, yaşayırıq və bu dünyanı tərk edib gedirik. Valideyn bu həyatdan köçəndən sonra o uşaq artıq həyatda çox çətinliyə düşəcək. Doğrudur. Və buna görə də valideynlərdən xahiş edirəm, uşaqlarınızı çox əzizləməyin. Uşaqlarınızı biraz arada lazım olanda sərt davranın, arada lazım olanda qoyun çətinliklər görsünlər. O çətinliyi görsünlər ki, sabah siz olmayanda o vəziyyətdən necə çıxmalıdırlar, onu artıq öyrənsinlər. Xəyyam müəllim, siz fitnesə bir neçə illər bundan öncə başlamısınız, amma idmana məncə tam da fitnesdən başlamamısınız. Yox, açığı mən fitnesə sadəcə formada qalmaq üçün gəldim. Ümumiyyətlə, uşaqlıqdan o bayaq qeyd elədiyim kimi idmanı sevdiyimə görə o vaxt ümumiyyətlə SSR dövrü idi. SSR dövründə belə idman yox idi. Açığı qoymurdular. Karate deyim, nəsə bir taekwondo deyim, o vaxt bəzi bir neçə yerdə var idi. Və biz uşaq olanda ili dəqiq yadımda deyil, hardasa nə bilim 5-ci sinifdə oxuyardım, nəsə 3-cü sinif, belə bir şey idi. O vaxtı Əfqanistandan bizə bura taekwondo üzrə dünya çempionu Munir idi adı. Munir adında bir oğlan gəlmişdi. Yanında da köməkçilər zad. Nəsə oradan qaçqın kimi qaçıb gəlmişdilər. Amma idmançı idi, yəni dünya çempionu idi. Neftçilərdə Rezinovo polya deyirdilər o vaxtı. İndi adı bilmirəm nədir. İndi nəsə Şərurdumu, nədirsə belə bir idman kompleksi olubdu. Orada yer götürmüşdülər və orada başlamışlar məşq etməyə. Biz evdən gizlilin gedirdik ora. Özə o vaxt uşağa pul da vermirdilər axı. Biz nə bilim indi ad günündə orada burada qohum əqrəbə bizə pul verdiksə onları gizlin yığırdıq. Yəni görəndə əlimizdən alırdılar. O şey sözsüz. Onun da öz səbəbi vardı. Əslində biraz kənara çıxıram. Yəni uşağa çox pul vermək də düzgün deyil. Çünki o uşaqdır. Onun hələ ağlı o qədər formalaşmayıb. Əlbəttə elədir. Amma günümüzdə Yəni valideynlər səhv bir yerə yönəldə bilər, səhv bir şeylərə xərcləyə bilər onu. Amma günümüzdə valideynlər ibtidai sinifdə oxuyan övladına iPhone alıb verir. Valla mən də alıb vermişəm. Düzdür, ibtidai sinifdən almamışam. Mən uşaqlara biraz böyüyəndən sonra alıb vermişəm. O da artıq belə deyək də, mən razıyam, günümüzlə ayaqlaşmaq lazımdır. Amma yəni ibtidai sinifdən də bunu təmin eləmək. Düzdür, razıyam. Yəni çox az yaşlı uşaqlara belə şeyləri vermək lazım deyil. Və ümumiyyətlə belə deyim, bu gadjetlərdir, telefonlardır, smartfonlardır, nə bilim planşetlərdir. Elə uşaqların zəif olmasının, cəmiyyətin zəif olmasının bir səbəbi də bunlardır. Bu gün yanıma gələn uşaqların çoxunun belində əyrilik var. Ya kifoz var, ya skalyoz var. Hamısı boynu aşağı əyri oturub telefona baxmaqdandır. Biraz qırağa çıxdıq. Mən qardaşımdan başladım ora getməyə. Və çox gözəl də alınırdı. Çünki ondan qabaq da özümüz evdə, yenə deyirəm, o kinolara baxırdıq, məşq eləyirdik, şpaqat açmağı öyrənmişdik, nə bilim nə. Və get-gedə orada nə bilim kəmər imtahanı verdik, kəmər aldıq, neynədik və belə. SSR dövrü idi də. Amma yəni indiki deyildi ha. Mən sizə deyim ki, o vaxt məşq keçən məşqçilər, onlar da elə o Van Damme kinosunda Ziyan var idi, məşqçi. O tipdə məşq keçirdilər. Yəni
bizi çubuqla vururdular, bizi gözümüzdən yaş gəlirdi. Yəni elə bilirdik bu dəqiqə öləcəyik. O dərəcədə bizi məşq elətdirirlər. Düzdür, o da bir düzgün taktika deyil. Yəni qədərində də Amma mən yəni düzdür bizi sizin yaş dövrünüzdə deyil. Sərt Bəli. bizi tərbiyə eləyirdilər. Düzdür. Sizin yaş dövrünüzdə deyil. Məsələn 2009-dan 2017-yə kimi də mən özüm məşğul olmuşam. Mənim məşqim də çox sərt idi. Məsələn yeri gələndə bizi danlayırdı da, yeri gələndə vururdu da, məsəl üçün əsəbləşirdi də. Amma o bir balans var idi ki, müəllim həmişə o sərhəddi keçmirdi. Hə, o balansı saxlamaq lazımdır, razıyam. Çünki insanı çox döyəndə, çox təhqir edəndə də artıq şəxsiyyətində problem yaranır. İnsanı alçaltdıqca, insanı məsələn elə bir insan var ki, psixologiyası zəifdir, ona dözmür və get-gedə doğrudan da fikirləşir ki, bu heç nəyə yaramayan bir insandır. Hə, o taekwondo ilə məşğul olduq. Bir xeyli müddət, nə bilim, hardasa bir 3-4 il məşğul olduq. Sonra necəsə oldu, onlar getdilər yenə buradan. Və biz zal axtarırdıq, bilmirdik harda məşq eləyək. Və təsadüfən elə həyətdə zadda belə bir-birimizlə nə bilim, o vaxt belə idi, o vaxt telefon zad yox idi, oyunumuz o idi. Bir nəfər yaxınlaşdı bizə, İrandan gəlmişdi, İranlı idi. Qayıt ki, mən dünyanın 7-ci qəhrəmanıyam. İnsan yalançı idi, bəri başdan deyim. Yəni o da bizi kimi kinolara baxıb özü məşq eləmişdi. Biz də uşağıq da, nə bilək. Qayıt ki, mən dünyanın 7-ci qəhrəmanıyam və sözü də deyəndə əlin zadını belə eləyirdi. Biz başa düşmürük də, uşağıq da. Bəs mən, nə bilim, bəbir kimi, nə bilim, şey edirəm, suda balığı tuturam, dəryada balığı tuturam. Biz də uşağı allandıq. Amma zal zad yox idi. O vaxtı, indi Razin dediyimiz yerdə, o vaxt meşəli idi. Bizim orada bir bağ sahəmiz vardı. Meşəli idi yəni. Bu adam başladı, əməlli başlı qrup yığıldı, həyətdə uşaqlar yığışdıq, elədik. Buna pul verirdi, bu bizə məşq keçirdi. Da bu bizi öldürürdü. Təsəvvür edin ki, orada o şam ağaclarına dirsəklə, yumruqla zərbələr vururduq. Qollarımız yaralanırdı. Bizi əməlli başlı kinolardakı kimi məşq edirdi. Sonradan bildik ki, bu adam yalançıdır, yəni idmançı deyil. Amma ən azından yəni həvəs var idi də, hə, bizə deyirdilər, biz də uşağıq da eləyirdik bunu. Və ondan sonra, müəyyən bir müddətdən sonra Şıxalizadə Azər müəllim var. Mən onun xətrini çox istəyirəm. Bu günə qədər də əlaqəmiz var. Judo ilə başladıq məşğul olmağa. Və ən uzun və ən professional artıq o idmanla məşğul olmağa başladıq. Hardasa 16-17 il məşğul oldum. Müəyyən dərəcələr oldu, müəyyən yarışlar. O vaxtda biraz çətin idi. Bilirsiniz, SSR təzə dağılmışdı, çox kasıbçılıq idi, yarışlara getmək olmurdu, dövlət bunu təmin eləmirdi. Hər bir şey öz hesabına olmalı idi. Və ailələrdə də, o cümlədən bizim ailədə çətinlik vardı. Yəni, burada gizlətməli bir şey yoxdur. Elə bir vaxtlar olurdu ki, evdə çörək almağa pul olmurdu. Tək bizdə yox, o dövrdə yaşayan bir çox ailədə bu baş verdi. Çörək növbələri var idi. Yəni, elə olurdu, pulun olurdu, gedib növbəyə durub çörək ala bilmirdin. Yəni, o elə bir vəziyyət var idi. Və o vəziyyətdə artıq çox qabağa gedə bilmədim, alınmadı. Amma müəyyən bir yerə gəlib çatdıq. Məsəl üçün, judo üzrə idman ustasına qədər gəlib çıxa bildim. O vəsiqəni əldə edə bildim. Ondan sonra əskəriyə getdim. Əskərlikdə də yenə idmanla məşğul olurdum. İndi fiziki orada turnir, paralel qol, jim eləmək, belə şeylərdən də. Yəni idmanı buraxmırdım. İdmanı yəni mən uşaqlıqdan sevirəm. Bu gün də sevirəm. Bu gün mənim 43 yaşım var. Yəni indidən sonram da mənim sağlamlığım nə qədər yol versə, yəni Allah mənə nə qədər imkan yaratsa, imkan versə, mən idmandan məşğul olacağam. Bu gün professional məşğul olmuram, amma məşqçi kimi fəaliyyət göstərəm, yenə də məşqlərimi eləyirəm. Və judodan sonra, əskərlikdən gələndən sonra bir neçə il biraz samboda güləşdim. Mübariz müəllim var, Ağdamlı, familiyası yadımdan çıxıb, Qalib idman kompleksi idi, nə idi, orada məşğul olurdu. Bir ildə samboya getdim, yəni judo, sambo biraz oxşar idmanlardı da. Sonra nəsə işləmək lazım oldu, nə bilim, artıq məşqlərə getmək olmurdu. Fikirləşdim ki, trenajorla məşğul olaram da, gedərəm, işdən çıxaram, gəlib trenajorla məşğul olaram. Yəni o vaxt iş də belə deyildi. İndiki uşaqlar hamı istəyir ki, elə birbaşa bunları ofisə götürsünlər, rəis qoysunlar və yaxud müdir qoysunlar, ayda bir 5000 manat pul versinlər. Dərnəgüldə fəhləlik eləyirdim. Yəni stroy material, tikinti materiallarını maşına yükləyirdik və bizə buna görə o vaxtı qız qalası deyirdilər, 100 manat. Bir məsəl üçün alçıpanı qoyanda bir 100 manat verirdilər.
Onda bir adam qoya bilmirdi axı. Bəli. Uzundu, sınırdı. 2 nəfər qoymalı idi. Görülən iş 2 nəfər görürdü. Ortada verilən pul Bölünürdü. 2 yerə bölünürdü. Səhərdən axşama o ağır işdə işləyirdim. Yenə gəlirdim, girirdim trenajör zalına, öz məşqlərimi eləyirdim. Yəni həvəs olandan sonra nə yorğunçuluq, nə heç bir şey sizə mane ola bilməz. Və bu da get-gedə belə getdi. Sonra get-gedə nə bilim işim düzəldi, başladım normal işlərdə işləməyə, normal pul qazanmağa, artıq daha ciddi məşğul olmağa başladım. Və bundan da başladım yarışlara çıxmağa. Sadəcə bundan çox yarışa çıxmadım. Ona görə ki 2 dəfə Respublika çempionatına çıxdım. 3-cü yerə çıxdım. Sonra Avropa çempionatına hazırlaşdım, çıxdım. Orada da belə deyək, finala qədər gəldim. Müəyyən bir səbəblərdən yer tuta bilmədim. Belə deyək, biraz sağlamlığımda problem var idi. Sinir sistemi ilə bağlı olaraq, yəni estetik bir şey idi. Bu idmanda da estetik görüntüyə çox üstünlük verilir. Yəni bədəndə yara olanda, nəsə bir problem olanda artıq qiymət vermirlər ona. Yəni həmin idmançını səhnədən çıxardırlar. Və qayıdandan sonra artıq belə deyək, mən o vaxt Gürcüstanın adından çıxmışdım. Azərbaycanın adından gedə bilmədim. Gürcüstanın adından çıxdım. Və burada artıq mənə 2 il belə deyək, diskvalifikasiya qoydular ki, sən başqa ölkənin adından çıxmısan, 2 il buradan iştirak eləyə bilməzsən. Bəs Azərbaycanın adından niyə çıxa bilmədiniz? O vaxtı bir moment oldu, bir period oldu. Krizis vaxtı idi, bilmirəm yadınıza gəlsə, bir dənə krizis oldu. Onda bodybuildingdən idmançılar getmədi. Yəni belə deyək, elə başa düşdüm, ya federasiya pulu ayırmadı, ya nəsə belə bir şey baş verdi. Gürcüstandan mənə təklif gəldi. Mən də etiraz eləmədim də, çünki mən fikirləşdim ki, mən bu gün ola bilər sabah sağlamlığım yol verməsin. Doğrudur. Oradan gələndən sonra artıq da 2 il yarışa çıxmırsansa məqsəd də yoxdur, artıq biraz ciddiyyət də burada etir, amma yenə məşqlərimi saxlamırdım. Məşqlərimi elədim, davam elədim. 2021-ci ildə artıq hiss eləyirdim ki, nəsə özümü yaxşı hiss eləmirəm və həkimə müraciət elədim. Anju elədilər. Məlum oldu ki, mənim ürək damarlarımın üçü 87%, 88% tutulubdur. Yəni belə deyək, həkim təəccübləndi ki, sən necə belə gəzirsən, narahat deyilsən. Amma mən özümü belə də idman eləyəndə biraz pis hiss eləyirdim. Və dərhal məni əməliyyat eləməli oldular. Açıq ürək əməliyyatı oldum. Açıq ürək əməliyyatı oldum və əməliyyatdan sonra artıq mənə həkimlər qadağa qoydu. Dedilər ki, sən ümumiyyətlə heç qaçmaq da olmaz, sən ancaq hər gün yeriməlisən, kardio məşqlərin belə olmalıdır, ağırlıq qaldırmaq olmaz. Nəsə həmin anlar biraz depressiya yaşadım, biraz sevdiyim işdən uzaq düşdüm, həm formadan düşdüm, həm biraz nə bilim pis oldum da. Və müəyyən bir vaxtda düşünürdüm ki, artıq mən idmanla məşğul olmayacağam. Amma buna baxmayaraq mən əməliyyatdan çıxıb evə gələn günü düşüb həyətə başladım kardio gəzməyə. Yəni həmin gündən bir gündə. Elə bildim ağırlıq qaldırmısınız deyəcəksiniz. Birinci gündən də yəni hərəkətimi dayandırmadım. Yenə də hərəkət elədim. Bəli. Nəsə 8 ay keçmişdi. Hələ təzədir də, 8 ay təzədir. Öz uşaqlarımı judoya aparırdım. Bizim dostumuz var, Bəxtiyar Abbasov, tanınmış idmançıdır. Bir yerdə biz həm güləşmişik o vaxtı, həm nə bilim bəzi təlim məşq toplantılarında olmuşuq. Bu gün özü qaydasız döyüşdən dəfələrlə, yəni professional vuruşan idmançımızdır, çempion olubdu. Onun zalı var. Uşaqlarımı ora qoymuşdum, judoya gedirdilər onlar da. Nəsə birdən beynimə vurdu ki, ağırlıq qaldırmaq olmaz, başlayım güləşməyə də. Olmasın boz. Kimonoyu geyindim, girdim zala. Biraz yavaş. Elə birinci fəndə atdılar mənə. Yerə dəyəndə durdum, gördüm ki, mənim sinəmi buradan dəmirdən tikiblər. Dəmirin biri açılıb buradan. Və indi gəlib bunu evdə demək lazımdır. Atam bilsə, əsəbi adam, yaşlı adam deyəcək, sən ürək xəstəsi, sən başın işləyir, gedib güləşirsən. Gəlib yalandan deyirəm ki, həkim bunu pis tikib, deyinirəm. Əlimi qoydum, qalxdım. Əlimə güc verəndə açıldı bu zad. Nəsə təzədən bunu əməliyyat elədilər, çıxartdılar. Üstündən 3-4 ay keçdi, belə deyək, 1 ilim tamam oldu əməliyyatdan sonra, ürək əməliyyatından sonra.
Dedim yox, girim zala yüngül başlayım da eləməyə. O yüngül bu yüngül yenə də gəldi bu yerə çıxdı. İndi şükür bu gün nəzarətdə saxlayıram, analizlər verirəm. Amma yenə də məşğul oluram. Hələ ki özümü yaxşı hiss edirəm. İdman bir xəstəlikdir deyə bilərik. Bəli. İdman bir xəstəlikdir, özü də elə bir xəstəlikdir ki, elə bir şeydir ki, yəni asıllıq yaradır insanda. Düzdür, bəzi insanlar indi qıraqdan baxıb deyəcək bu nə danışır, bunun başı işləmir. Amma onu başa düşmək üçün gərək həmin insanın özünün bu işə həvəsi ola. Bəli. Yəni bir şey, sevdiyin bir şey sənin üçün nə baş versə də sən onu tərk eləmirsən. Ola bilər qismən biraz zəif fasilə verilir, amma yenə qayıdırsan. Yenə də qayıdırsan. Yəni mən demişəm, ola bilər, hər bir şey ola bilər. Yəni bu xəstəlik bizdə irsidir. İndi onu da qeyd edeyim ki, bir çox adam mən əməliyyat olanda başladı ki, sən ağırlıq elədin, sən nə bilim dərman qəbul elədin, sən nə bilim belə elədin, ürəyin aqruskaya saldın. Bizdə ümumiyyətlə irsi ata tərəfdə var və atamın əmiləri, atası hamısı 40-45 yaş arasında ürəkdən infarkt keçirdib ölüblər. İndi o vaxtı anju yox idi, bu qədər inkişaf eləməmişdi, bilinmirdi. İndi artıq var. Müasir dövrdür, və bunun qarşısını almaq olur. Yəni bu bizdə irsi bir şey idi. Yəni mən əməliyyata gedərkən xəstəxanada 8 yaşlı bir qız uşağın əməliyyata götürmüşdülər, ürək əməliyyatına. O da ağırlıq qaldırmamışdı ki, dərman içməmişdi ki və yaxud da nə bilim. Bizdə insanlar bilmədən və ümumiyyətcə məsələyə hakim olmadan çox yargılayırlar. Biraz xoşagəlməz şeylər çoxdur. Ümumiyyətlə son zamanlar sosial şəbəkələrdə mən çox vaxt çalışıram girməyim. Çünki girəndə əsəbləşirəm. Millətin, insanların necə savadsızlaşması, cahilləşməsi adamı biraz qıcıqlandırır. Yəni indiki dövrdə get-gedə cahilləşmək bu artıq ayıbdır. Ən azından ayıbdır. Və insanlar otururlar, kimin haqqındasa nəsə paylaşılır. Bilmirlər kimdir, heç bilmirlər bu məlumat doğrudur, səhvdir və başlayırlar bunun haqqında rəy bildirməyə və elə bir rəylər, elə bir mənfi şeylər bildirirlər ki, yəni bu lazımsız bir şeydir. Olmaz da, belə şey olmaz. İndi mən məsəl üçün o yarışlara hazırlaşan vaxtı, yaxşı formada olan vaxtları müxtəlif ölkələrə gedirdim də, tutalım ildə bir dəfə istirahətə gedirdim və yaxud da nəyəsə. İnanın ki, küçədə gedərkən başqa bir millətdir. Yəni İspaniyada da olmuşam, Türkiyənin bir çox şəhərlərində olmuşam, Rusiyada olmuşam, Ukraynada olmuşam dəfələrlə. Gürcüstanda mən 1-2 ilə yaxın yaşamışam, işləmişəm. İnsanlar küçədə gedərkən səni görüb sənə deyirdilər ki, sizinlə fəxr eləyirik, siz çox əziyyət çəkmisiniz bu formaya gəlib düşmək üçün. Yəni yad bir millət, yad bir insanlar heç tanımırlar, bilmirlər sən öz millətlərindənsən. Sənə gəlib bu söz deyirlər, sənə çox xoş olur. Bizdə amma gəlirsən, görürsən kimsə sənin dalınca, deməli aeroportdan düşmüşəm, gəlirəm. Arxamca da gələn var 3-4 nəfər. Eşidirəm, elə bilər xariciyəm. Biraz geyimim, fasonum elədir ki, elə bilər xariciyəm. Baxırlar mənə, biri belə eləyir. Protein içib də ona görə belə. Yəni bunlar asan yolun fikirləşirlər. Bunlar fikirləşirlər ki, protein içib divanda oturmaqla insanın ya əzələləri şişir və yaxud da nə bilim, televizorda güləşə baxmaqla gelib güləşdən olimpiya çempionu olursan. Belə şey olmur. Bunların hamısı əziyyətlə olur, bunların hamısı zədə ilə olur. Bu günə qədər mən zədələrimin ağrısı ilə yatıram, dururam. Artıq mən yalan olmasın, idmanda 30 ildir məşğul olurum. Və yalan olmasın, bəlkə onun 15 ilidir mən ağrı ilə yatıram, ağrı ilə dururam və get-gedə də bu ağrılar artacaq. Başa düşdünüz, bu əziyyətdir hamısı. Bunun haqqında kənardan rahat oturub pis danışmaq olmaz. Ağlına ilk kim gəlir rubrikasıdır. Mən ifadələr deyirəm sizə qısa və həmin ifadələrə uyğun ağlınıza gələn ilk adamın ad soyadını deyirsiniz, məşqçilərdən. Ya başqa idman növü də ola bilər. Fitness məşqçisi də ola bilər, başqa idman növündən də ola bilər, idmançı da ola bilər. Başlayaq? Tamam. Güc. Nizami Paşayev. Peşəkar. Peşəkar. Rafael. Motivator. Motivator mənəm. Reklam. Şükran. Texnika.
Texnika. Orxan Səfərov. Təvəzzökar. Təvazökar. Fərid Mansırov. Disiplin. Disiplin. Nadimi deyim də, mənim məşq yoldaşımdır. O da həm hakimdir, həm də bu idmanda kifayət qədər əməyi var. Yəni disiplinli bir idmançıdır, tələbələrinə də qarşı. Yəni disiplinli bir, belə deyək, disiplinlə yanaşır. Elə burada məsələn bir sual çıxır ki, Azərbaycanda məşqçi olmaq üçün nə lazımdır? Azərbaycanda məşqçi olmaq üçün nə bilim. Vallahi indi heç bilmirəm nə lazımdır. Yəni, indi heç nə. Prosta zalda özün elan edirsən ki, mən məşqçiyəm. Artıq vəziyyət bu yerə gəlib. Yəni mənə görə, mənim düşüncəmdə, kimin ki sosial mediada, TikTokda biraz kütləsi varsa o məşqçidir. Yəni günümüzdə gördüyümüz reallıq budur. Ötən bölümdə Nəriman belə bir ifadə işlətdi ki, TikTok çempionları bu gün məşqçi oldular. Bəli, TikTok çempion. Yaxşı ad qoy belə onlara. Bəli. Yəni sizin yanaşmanız necədir? Əslində bu mövzu elə bir mövzudur ki, yəni mənim yaxın münasibətdə olduğum, dostluq, tanışlıq elədiyim insanlardan da var belə insanlar. Yəni 3 gün, 5 gün siz deyən kimi 5-6 ay, nə bilim, gəlirlər, baxırlar, bunu elədim, biraz YouTube-a baxırlar. Bəli. Mən də onların adını YouTube məşqçiləri qoymuşam açığı. TikTok yox, YouTube məşqçiləri qoymuşam. Çünki YouTube-da baxırlar. Əslində heç YouTube-da da tam kontent verilmir yəni. İndi kimsə düşünür ki, mən bunu gördüm, öyrəndim. Bəli. Amma buna illər lazımdır. Əvvəla deyim ki, 3 ay kurs keçib. Məşqçiliyi yaxşı bilən insan fizikanı yaxşı bilməlidir. Yəni bu dəqiq bir sözdür. Kimsə mənə bunu sübut eləyə bilməz, mən onu sübut eləyə bilərəm ki, bütün idmanlarda fizikanı yaxşı bilən insan fiziologiyasını bilməlidir. Fiziologiya başqa şeydir, fizika başqa, fiziologiyanı da bilməlidir. Amma fizika başqa bir şeydir. Yəni bu ağırlıqla və yaxud da məsəl üçün güləşdə fəndlər girilir və yaxud da taekvondonun özündə zərbələr vurulur. Burada bunların hamısı fizikanı bilmək lazımdır. Bu da tək biliklə qurtarmır. Burada təcrübə də lazımdır. Mən də təzə başlayanda elə bilirdim ki, mən ümumiyyətlə məşqçiliyə, uzun illər idmanla məşğul. Mənə çox adam deyirdi ki, sən niyə məşqçi işləmirsən? Mən başqa bir yerdə işləyirdim. Başqa bir yerdə işləyirdim. Belə deyək, safety manager idim. Pis də pul qazanmırdım. Zabrat hava limanında işləyirdim. Amma mən bir gün nədənsə fikirləşdim ki, mən niyə sevmədiyim işlə məşğul olmalıyam. Ərizəmi yazdım, çıxdım və başladım artıq məşqçi işləməyə. Bir dənə də tələbəm yox idi. Gəldim, oturdum zalda, dedim mən məşqçi olacağam. Və o cür artıq yığmağa başladım, yavaş-yavaş illər ərzində. Bu gün məsəl üçün mən başa düşürəm ki, mən təzə başlayanda çox səhvlər eləmişəm. Və get-gedə, çünki elm inkişaf edir, belə deyək, idman sahəsində də hər bir şey inkişaf edir. Təzə trenajorlar çıxır, təzə məqalələr çıxır, təzə araşdırmalar, təzə belə deyək, həkimlər insanlar üzərində təcrübələr aparır və bunların hamısının nəticəsi paylaşılır. Amma yenə də internetdə, YouTube-da paylaşılan məlumatların hamısı düzgün deyil. Əlbəttə. Yəni bu şeylərin hamısını insan birinci öz üzərində yoxlamalıdır, işləməlidir, təcrübə yığmalıdır. Bizimkilərin indi təcrübəsi yoxdur, indiki məşqçilərin çoxunun təcrübəsi yoxdur. Yəni zala girirsiniz, görürsünüz ki, zalda tələbədən çox, məşq eləyəndən çox məşqçi var. Düzdür. Hər 3 nəfərin böyründə biri məşqçidir. Hər 2 nəfərin yanında bir nəfər məşqçidir. Çox belə acınacaqlı bir vəziyyətdir demək olar. Bunu da yəqin ki, müəyyən bir müddətdən sonra tənzimləyəcəklər. Yəni bu da belə getməyəcək. Öz başına kimsə məşqçi olsun, təcrübəsiz, yoldan keçən gəlsin məşqçi olsun. Çünki məşqçilik əvvəla birincisi məşqçi olmaq üçün pedaqoq olmalısan. Ən birincisi psixoloq olmalısan. İnsanlarla rəftarı, ünsiyyəti bacarmalısan. İndiki cəmiyyətdə olan insanların çoxu bir-birinə rəftar eləməyi bacarmır. Yəni düzgün ünsiyyət qura bilmir. İkincisi, sən müəyyən qədər həkim olmalısan. Yəni demirəm, Medin İnstitut qurtarmış həkimlə eyni olmalısan. Yox, insan anatomiyasını bilməlisən. Yəni bəzi adamlar yaxınlaşır, verir. Müəllim, mənim belimin burası ağrıyır. Bu nədən olar? Deyirəm, qardaş, mən rengenəm, mən
travmatoloqam nəyəm? Mən məşqçiyəm. Mən sənə idman başa sala bilərəm. Hərəkətlərin biomexanikasını göstərə bilərəm. Hərəkətləri hansı bucaqda nəyi necə eləməyi göstərə bilərəm. Amma mən onurğada başa bilmərəm o zədə onurğadadır, əzələdədir, vətərlərdədir. Bunun üçün həkimə müraciət eləmək lazımdır. Yəni həm həkim olmaq lazımdır müəyyən qədər, həm belə deyək, biraz qidalanmadan başın çıxmalıdır. Amma yenə də biz diyetoloq deyilik, biz diyeta yazmalı deyilik. Bizdə müştəri gəlir, istiqamət verilsin. Müştəri gəlir, ödəniş eləyir. İstəyirsən onun olasan həm psixoloq, həm olasan dostu, həm olasan məşqçisi, həm olasan nə bilim həkimi, həm olasan diyetoloqu. Əslində belə şey olmamalıdır. Yəni xarici ölkələrə baxanda məşqçi yalnız məşqçilik eləyir. Sizin vaxtı ilə məşq etdirdiyiniz uşaqlar indi məşhur idmançı və məşqçidirlər. Var elələri. Bir çoxu danır, bir çoxu demir. Yenə də eybi yox. Çünki bilənlər bilir kimlər mənlə məşğul olub, mən onları çempion eləmişəm. Bu gün işləyirlər, tanınırlar, pul qazanırlar. Hətta elələri var ki, məndən də çox tanınırlar. Amma məsəl üçün soruşanda ki, bəs filan kəs sənin müəllimin olub, deyirlər, yox, o mənim dostum olub, elə-belə kömək eləyib mənə. Amma eybi yox, qoy olsun. Heç olub ki, məsəl üçün içinizdən demisiniz ki, mən olmasaydım bu yerə gəlməzdi. Olur. Hərdən fikirləşirsən, yəni bəziləri hərdən elə bir şeylər eləyib ki, mənə qarşı o fikir gəlib, amma insan əsəbi olanda olur da, məsələn, nəyəsə əsəbləşəndə içində o pis şeylər, hər bir insanın içində o pislik var, belə deyək, hər bir insanda var. O kimsə deyə bilməz, mən ideal insanam, mənim içimdə yoxdur. Yəni hər bir insan beynindən kimisə öldürmək keçir, elə bir həddə gəlir ki, o əsəbi bir anda olur. Lakin biz gərək emosiyalarla hərəkət eləməyək. Çünki emosiyaların hərəkəti ilə biz səhv addım atırıq. Və sonramda yenə də özümüz onun, belə deyək, bədəlini ödəyirik, əvəzini ödəyirik. Ona görə olur, indi əsəbləşəndə içimdən gəlir ki, gərək bunu eləməzdim. Sonra sakitləşəndə yenə fikirləşirəm, olsun, heç nə olmaz. Sizcə sizə çox sərtsən deyənlər haqlıdır? Belə deyək, yox, çox sərt deyiləm. Mən əslində sərt insan deyiləm. Müəyyən bir şeylərdə sərtəm. İnsan var ki, sərt insandır. Doğrudan da hər bir şeydə sərt. Yox, hər bir şeyin. Mən ümumiyyətlə çalışıram ki, həyatda hər şeyin balansını tutum. Hər şeyi balansda saxlayım. Çünki hər bir şeydə balans olmasa, istər idmanda, istər ünsiyyətdə, istər məsələn sərtlikdə, artıq tərəzinin bir gözü ağır gələcək və o yenə də bizim özümüzə ziyan eləyəcək və hətta yaxınlarımızda, ətrafımızda olan insanlara da zərər vura bilər. Ona görə çalışmaq lazımdır ki, hər bir işdə balans saxlayasan. Amma məsəl üçün müəyyən yerlərdə sərt ola bilirəm. Çünki artıq başa düşürəm ki, burada sərt olmaq lazımdır. Sərt olmasam, tutalım, bu iş səhv olacaq və yaxud bu insan səhv eləyəcək. Müəyyən yerdə sərt oluram, çox sərt oluram, amma ümumilikdə yox, yumuşaq insanam. Fitness məşqçiləri arasında fake nəticələr paylaşanlar var. Bunlara münasibətiniz necədir? Yəqin ki, yaxşı deyil. Yəqin ki, yaxşı deyil. Amma yenə də bilirsiniz, nə edirsən elə, insanları aldatmaq düzgün deyil. Ola bilər nəsə bir nəticələr paylaşarsan, amma sən məşqçi işləyirsənsə, sən bilməyə insana məşq etməlidirsən. Fitness qıraqdan asan görsənə bilər. Trenajörlərin üstündə də zaten istehsal eləyən şirkət, firma onun üstündə qoyur şəklin və yazı ilə yazır, nə etmək lazımdır, əlini necə tut, necə elə. Lakin sən bunu özün bilmirsənsə, sən zədə vura bilərsən insanlara. Pul qazan, okey, bir söz demirik, pul qazanmaq lazımdır. Amma düzgün, bəli, halallıqla qazanmaq lazımdır. Çünki mən bir neçə nəfər görmüşəm ki, hətta çox görmüşəm, həm öz başıma da gəlib, fitness məşqçisi deyə yanına getmişəm və mən bilirəm ki, ilk getdiyim məşqdə bu qədər ağırlıq qaldıra bilmərəm. Amma adam qayıdırdı ki, mən illərin peşəkarıyam, mən Avropa nəticəsi vermişəm. Yəni sən bunu belə eləməlisən.
Burada bir məsələ də var. İnsanların çoxu hansısa bir 20 il, 10 il, nə bilim, illərlə məşğul olan idmançıya gəlir, baxır, elə düşünür ki, bu 3 aya, 5 aya belə olubdur. İnsanlar da biraz tələskəndir və tez nəticə istəyirlər. Bəzi məşqçilər də istəyirlər ki, o müştərilər var, zala girən kimi deyir, mən bir aya 15 kilo ağırlaya bilərəm. Hə, indi ona da gələcəm. Sözüm yadımdan çıxdı, harda qalmışdıq? Deməli, elə bilirlər ki, elə bilirlər ki, həmin nəticələr çox qısa bir müddəti olub. Lakin bu belə deyil. Yenə bayaq dediyim ki, bunlar hamısı müddət tələb eləyir, əziyyət tələb eləyir. Bunlar hamısı davamlılıq tələb eləyir. Başa düşdünüz? İnsan var ki, gəlir, aylığı ödəyir. Ay ərzində tutalım 12 məşq düşür. Bu adam 12 məşqin 3 məşqin gəlir zala. Bu nə nəticə verə bilər ki? Və yaxud da 5 məşqin gəlir, 1 məşq gəlir, 1 məşq gəlmir. Bəzi məşqçilərdə elə düşünürlər ki, insanı gələn kimi yükləyəndə bu tez formaya düşür. Əksinə o zədə alacaq, o yorulacaq, o ağrıyacaq və qaçacaq. İnsanlara da bildirmək istəyirəm ki, hər hansı bir idmanla məşğul olmağa başlayarkən tələsməsinlər. Çünki ən azından haqsızlıqdır da 10 il məşğul olan bir adamın formasına mı, nəticəsinə mi, tutalım boksçunun 10 il məşğul olan boksçunu sən gəlib bir aydan sonra ondan gözəl nəticə vermək istəyirsənsə, sən artıq düz fikirləşmirsən. Yəni bu adam əziyyət çəkib, sən də bu yolu keçib gəlib o nəticəyə çıxa bilərsən. Ha, ola bilər səndə hansısa bir genetik üstünlük var, hansısa bir istedad var, biraz tez gələ bilərsən. Ondan tez gələ bilərsən. Minimum bir il alacaq. O da belə deyək də, biz necə anadan olub bu günə gələnə kimi təcrübə yığırıq, həyat təcrübəsi, daha ağıllı oluruq. Düzdür, bəzi insanlar ölənə kimi ağıllanmır, amma ümumilikdə götürəndə, yəni daha yaxşı bir versiyamıza dönüşürük də, belə deyək, hər il. Hər bir iş belədir, idman da belədir. Yəni ona illəri sərf elədikcə, hər il daha yaxşı olursan. Bayaq sual verdiniz. Bir ay ərzində 15 kilo salmaq istəyənlər. İndi burada bir məsələ də var. Bəzi insanlar formaya düşməklə arıqlamağı qarışdırır. Arıqlamaq bilirsiniz nədir? Siz arıqlayarkən ümumi çəki sarsınız. Siz orada əzələlərinizi də itirirsiniz, piy də itir, əriyir, bədəndə su da azalır. Formaya düşmək başqa bir şeydir. Burada artıq biz çalışırıq ki, piyi əridək, piyi qutaraq bədəndən. Suyu, dərialtı suyu minimuma endirək və əzələlərimizi tonusda saxlayaq. Əzələlərimiz formada olsun. Bu iki görüntü ayrıdır. Yəni insan tutalım eyni çəkidə, tutalım 60 kiloya düşür. 60 kiloda arıqlasa və yaxud formaya düşsə fərqli görsənəcək. Doğrudur. Yəni çox fərqli görsənəcək. Tələsmək lazım deyil. Yəni bu işə vaxt sərf eləmək lazımdır, vəsait sərf eləmək lazımdır, əziyyət sərf eləmək lazımdır. Məşqçi bəzən aktyor olmalıdır ki, müştərini inandırsın. Düzdür. Qadın bədəni ilə izləyiciyi yığmaq bir məşqçinin strategiyasıdır. Düzdür. Fitnesin ən böyük düşməni ailə və münasibətlərdir. Razıyam, düzdür. Ən yaxşı nəticə qorxu ilə əldə etmək olur, sevgi ilə yox. Səhvdir. Əgər nəticə varsa, üstünlük etik olub olmaması önəmsizdir. Səhvdir. Hər məşqçi bir gün məşhur olmaq üçün yalan danışır. Səhvdir. Hər yox deyənlər var, səhvdir. Bəzən güclü bədən zəif xarakterin maskasıdır. Düzdür. Əsl fitness mütəxəssisi heç vaxt endirim etməz. Gərək bunu deyəndən sonra endirim eləməyəm. Düzdür. Tələbə nəticə almırsa bu məşqçinin günahıdır. Yox, səhvdir. Bu çox səhv fikirdir. Fitness məşqçilərinin 80% psixoloji hazırlıqsızdır. Razıyam. Düzdür. Tamam. Günümüzdə Instagramın gücü böyükdür. Və bizim məşqçilərimiz Instagramda bədənlərini göstərirlər. Sizcə bu nə qədər vacibdir? Yaxşı sual idi. Bunu mən şəxsən özüm öz üzərimdə görmüşəm. Mən əməliyyatdan sonra işləməyə başlayanda çox formadan düşmüşdüm, çox arıqlamışdım. Və mənim yanıma bir neçə lap köhnədən tanıyan müştərilər gəlirdi. Təzə gələn müştərilərin heç biri mənə yazılmaq istəmirdi. Əslində vizual yalançılıq deyə bilərik də bunu. Vizual yalançılıq deyəndə belə izah edeyim də, hər formada görünən insan yaxşı məşqçi deyil. Yəni insanlar var ki,
ondan bundan soruşur, məşqçilik eləyir. Belələri də var. Yəni mənim özümdən soruşan adamlar var. Bunu necə eləyim, onu necə eləyim? Halbuki baxırsan 5 ildir məşqçidir, 10 ildir məşqçidir. Yəni artıq bu insan bunu bilməli idi. Amma bu günə qədər bilmir. Elə soruşa-soruşa indi xətir, hörmət var. Etiraz eləmirsən, vaxt sərf edirsən, deyirsən. Və mən ondan sonra daha çox qərara gəldim ki, yenə başlayım məşqə. Çünki artıq mənim işim budur. Mən 40 yaşından sonra, 42 yaşından sonra təzədən təzə bir işlə məşğul olsam, təzədən bu işdə puxtələşmək üçün illərimi sərf eləsəm, mən nə vaxt bir professional vəziyyətinə gəlib çatacam? 80 yaşında. Bəli. Bu artıq mənim üçün belə deyək, artıq çox biraz uzaq olurdu. Və yenə başladım məşq eləməyə. Formaya düşməyə başladım. Formaya düşəndən sonra müştərilərim yenə artdı. Yəni bizdə yenə cəmiyyətdə belə bir fikir var ki, belə deyək, necə ki biz dükana giririk, vitrinin qəşəng bəzəyirlər, vitrində bəzəyib qoyurlar paltarımı, qidanımı, zarımı. Restorana gedirik, vitrində baxırsan, bu nədir şəkildə, reklamda oldu, baxırsan deyirsən, nə boydadır bu? O səni cəzb eləyirsə? Hə, sifariş edirsən, gəlir görsən ki, bu boyda olan şey şəkildə bu boyda gəldi qabağına. Yəni bu belə deyək, günümüzün temusu. Hə, günümüzün temusu. Biraz insanları aldadılar belə də. Yəni buna baxıb allanmaq lazım deyil. İnsanlar var ki, təcrübəsi var, sabahsı gün ola bilər, səhhətində bir problem ola bilər, ümumiyyətlə idmanla məşğul ola bilməzlər. Amma o demək deyil ki, onların biliyi yoxdur, savadı yoxdur. Amma tələbat budur da, yəni bizim də vitrinimiz belə deyək, bədənimizdir. Biz onu göstərməsək, qıraqdan cəlb eləyə bilmirik insanları. Çünki formada olanda, belə deyək, əvvəl işlədiyim zalda ən yaxşı formada mən idim. Var idi, amma bir 10 dənə məşqçi var idi. Müştəri girirdi içəri, məsəl üçün də baxırdı. Hamısı deyirdi ki, mən bu məşqçini istəyirəm. Nədir? Formaya görə. Amma əslində onların içində bilən məşqçilər var idi. Bir neçə dənə yaxşı bilən məşqçi var idi. Sadəcə olaraq biri zədə almışdı, məşq eləmirdi. Biri nə bilim, biraz yaşlı idi, məşq eləmirdi. Bu vacibdir, hə. Vacibdir, göstərmək lazımdır. Yəni amma şişirdilmiş şəkildə deyil. Yox, indi bəziləri də Photoshop zad eləyir, şəkillərini qoyur. Baxırsan ki, adamın belə deyək, qolları əyilib, əzələn boyda şişibsə əyilibdir, amma baxırsan qolun arxasında olan Ataplenyanın şeyi də əyilibdir. O da əyilibdir. Dəmiri də əyilibdir. Yəqin o da ona baxıb idman eləyib əyilib. Məncə artıq həmin şəxslər öz bu sözü üzərlərinə götürdülər. İnşallah bir də eləmərsiniz, yəni nə deyim? Hə də, yəni nəyə lazımdır ki? Nədir, budur da, olanı göstərin də. Hamı belə deyək, dünya çempionu ola bilməz. Hamı, hər kəs bir-birinə oxşamalı deyil. Bunu başa düşmək lazımdır. Biz özümüzü kiməsə, mükəmməl olmalı deyil. Özümüzü kiməsə oxşatmalı deyilik biz. Özümüzün öz versiyası olmalıyıq. Biz, Allah bizi unikal yaradıb, hər birimizi. Hər bir insanı unikal yaradıb. Ola bilər, hə, 2 ayağımız var, 2 əlimiz var, oxşar cəhətlərimiz var. Amma o demək deyil ki, biz bədənimizi mi deyim və yaxud nə bilim, həyat tərzimizi mi, geyimimizi mi kiməsə oxşatmalıyıq. Yəni Allah bizi unikal yaradıb və hər kəs özü olmalıdır. Doğrudur, tamamilə razıyam. Sizinlə bir çox adamlar məşq eləyibdi və bu gün yoxdular da. Sizcə problem nədə idi? Yoxdular deyəndə nəyi nəzərdə tutursunuz? Yəni mənim yanımda yoxdular yoxsa? Hazırda yoxdular. Yox, bu indi təbiidir. Müəyyən bir müddətdən sonra hamı bizlə axıra kimi getməyəcək ki, yəni müəyyən bir müddətdən sonra yollar ayrılır. Yəni insanlar belə deyək, bizim həyatımızda insanlar çıxır qarşımıza. Bunlar elə-belə çıxmır. Bunlar ya bizə dərs vermək üçün çıxır və yaxud da nə bilim bizlə eləsi ola bilər ki, axıra kimi getmək üçün çıxır. Amma bir çoxu ilə də yolumuz ayrılır. Hardasa kəsişir, hardasa ayrılır. Bu normal haldır. İnsandır da gəlir, məşq eləyir, müəyyən müddətdən sonra öyrənir, artıq o da başlayır özü işləməyə, fəaliyyət göstərməyə. Mən buna pis baxmıram, normal haldır. Yəni belə də olmalıdır. Sizin kimi məşqçilər, yəni adətən fitness məşqçilərində biraz ego olur. Bu egonun görünməsi insanları qorxudur, yoxsa cəlb edir sizcə? Belə deyək də, ümumiyyətlə fitness, bodybuilding, bu belə deyək, bu idmanlar biraz psixoloji durumunda da insanın təsir göstərir psixoloji durumuna.
Mən idmançılar tanıyıram ki, onlar formadan düşəndə çox depressiyaya düşürlər. Formadan düşmək normal haldır. İdmançı bütün ili eyni formada ola bilməz. Çünki insan hansısa məsəl üçün yarışlara hazırlaşsansa, yarış ərəfələrində çox güclü idman eləyirsən, məşq eləyirsən, yarış qutarır, dincəlməlisən. Yəni istirahət verməsən məhv olacaqsan. Professional idman ümumiyyətlə insana kifayət qədər zədə, xəstəlik verir və arada insan dincəlməlidir. Və bu dincələn müddətlərdə də mütləq ki, formadan düşməlisən. Bəzi insanlar depressiyaya düşür, bəzi insanlar bundan barışa bilmir. Yəni asılı vəziyyətə düşür, amma belə olmaq lazım deyil. Bu normal haldır. Yəni insan bir gün yekə də ola bilər, tutalım bizim idmanda indi yekə olmaq istəyir hamı və yaxud da quru da ola bilər, formada da ola bilər, amma həmişə elə qala bilməzsən. Deyir, hər yüksəlişin bir enişi var, hər enişində bir yüksəlişi var. Yəni bu belə də olur həyatdır. Yüksəlirik, düşürük, yüksəlirik, düşürük, belə də gedirik axıra kimi. Yəni ona görə biraz çox psixoloji özlərini yükləməməlidirlər. Nə idmançılarımız, nə insanlarımız belə şeylərlə. Xəyyam bəy, sizcə bugün Azərbaycan fitnesində sizin yeriniz haradır? Məncə elə mənim yerim haradırsa oradayam. Yəqin ki, belə məsləhətdir. Ola bilər sabah başqa bir yerdə ola bilər. Yəni mən elə başa düşürəm ki, hər kəs harda olmalıdırsa oradadır. Ola bilər arada adam fikirləşir, filan kəsə baxır, gör, məsəl üçün də 2 eşkəyin arpasını bölə bilmir, gör harda oturub. Amma indi belədir də, neynəmək olar? Deməli, belə olmalıdır. Bugün Azərbaycan fitnesinin yəni strukturundan razısınız? Belə deyək, bugün çox inkişaf olub. Bəli. Yəni, federasiyada çox dəyişiklik olub, idmançılara diqqət çoxalıbdır. Yəni biz yarışlara çıxan vaxtı belə bir şeylər yox idi. İndi də narazıçılıq eləyənlər var. Prosta mən başa düşə bilmirəm nədən narazıçılıq eləyir. Yəni bugünkü şərait, bugünkü imkanlar o vaxt yox idi. Yəni çox inkişaf eləyib. Bizdə güc idmanları, nəinki fitness, bodybuilding, güc idmanları çox inkişaf eləyib. Və bizim yarışlarımız da çox yüksək səviyyədə keçirilir. Son artıq mən 4 ildir də səhvim, ya 3 ildir artıq yarışlarda ildə 2 dəfə yarış keçirilir bizdə. Bir Azərbaycan kuboku, bodybuilding fitness üzrə, bir də Azərbaycan çempionatı. Mən bu yarışlarda artıq hakim kimi gedirəm. Federasiya tərəfindən dəvət olundum. Təşəkkür edirəm ki, yəni bu dəyəri mənə verdilər və bu gün də mən hakim olaraq fəaliyyət göstərirəm. Və mən bu gün görürəm ki, doğrudan da çox dəyişiklik var, inkişaf var. Əgər başqa bir ölkələrlə müqayisə eləsək, biraz zəifçilik var. Amma indi o ölkələrin özlərinin də inkişafı Azərbaycandan qat-qat qabaq gəlib. Yəni biz onlardan bir gedə bilmərik. Biz də gəlib o səviyyə çatacağıq. Nə vaxtsa olacaq bu. Amma ki, yəni birdən-birə yenə deyirəm, bu bayaqki misal olmasın. Yəni hər şey 3 günə, 5 günə, 5-6 aya olmur. Bu illər tələb edən bir şeydir. Hansı məqamları qeyd eləyə bilər ki, bunlar mütləq şəkildə dəyişilməlidir? Fitnessdə yoxsa? Yəni dövlət federasiyanın inkişafı üçün. Bizdə əsas problem belə deyək, ümumiyyətlə tək bizim idmanda yox, bütün qeyri-olimpiya növlərində əsas problem nədir? Biraz az vəsait ayrılır, idmançılara az diqqət olunur, amma yenə də olunur müəyyən qədər. İndi bunu da başa düşmək olar, qeyri-olimpiya növüdür. Mən elə düşünürəm ki, biraz idmançılara maddi tərəfdən dəstək olsalar daha yaxşı olar. Çünki bir çox, belə deyim, var idmançılar, var genetik yaxşı insanlar, uşaqlar ki, hansı ki, onlar çox gözəl nəticələr verə bilər. Amma sırf maddiyyat üzündən onlar gedə bilmirlər və yaxud da hər hansı bir neçə yarışda nəticə verib sonra geri çəkilirlər. Federasiyanı da başa düşmək olar, çünki dövlət tərəfindən vəsait verilir və müəyyən limit var burada. Ondan o tərəfə də verilə bilmir. Bunu da başa düşmək olar. Amma yenə də bu biraz çox olsaydı, biraz diqqət çox olsaydı, biraz
idmançılara maddi kömək çox olsaydı daha yaxşı olardı. Sizə bir dənə sual verirəm. Bu bizim əsas sualımızdır və onun altında 2 nəfərin adını çəkirəm. Və siz deməlisiniz ki, yola kimlə davam eləyəcəksiniz? Əgər hər şeyi sıfırdan başlasaydınız, yolunuza kimlə davam edərdiniz? Hidayət Məhərrəmli, Ramil Əhmədov. Ramil Əhmədov. Ramil Əhmədov, Renad Əfəndiyev. Ramil Əhmədov. Ramil Əhmədov, Orxan İbrahimli. Orxan mənim tələbəmdir. Amma Ramil Əhmədov, Ramil professional idmançıdır. Həm də çoxdan bir-birimizi tanıyırıq. Ramil Əhmədov yoxsa Məhərrəm Kəngərli? Ramil Əhmədov. Ramil Əhmədov, Şahin Cahangirov. Saydıqların hamısı tələbələrim olur. Bəli, bilirəm. Ramil Əhmədov. Amma onlar da bugün məşqçidirlər. Bəli, hamısı məşqçi. Ramil Əhmədov, Rövşən Xəlilov. Ramil Əhmədov. Ramil Əhmədov, Fariz Nəcəfli. Ramil. Ramil Əhmədov, Qədir Mamedov. Qədirdir mənim tələbəmdir. Ramil. Ramil Əhmədov, Yusif Nurulayev. Ramil Əhmədov. Tamam, siz bu yola Ramillə davam edin. Amma bunu yazanda ən belə düşünürdüm ki, powerlifting və fitness məncə tələbələrinizdən biri ilə davam edərsiniz, amma Yox. Orada belə deyək, insani keyfiyyətlərdə rol oynayır. Bəli. Düzdür, o saydıqlarınızın içində hamısının insani keyfiyyətləri aşağı deyil. Bir neçəsinin. Mən sırf onların professional idmançı olsalar da insani keyfiyyətləri nəzərə alıb Ramili seçdim. Bəli. Ramil həm gözəl idmançıdır, həm gözəl insandır. Biz uzun illərdir bir-birimizi tanıyırıq. Son yarışda zədə aldı, mən çox pis oldum. Bəli. Çünki o da mən kimi bir dəfə koronavirus oldu, bir dəfə də sıfıra düşdü, sıfırdan yenə qalxdı. Bu gün də belə oldu. Yəni bu normal halda olur, idmandır. Hər şey ola bilər. Yəni bir gün bir zədə ala bilərsən və tamamilə uzaqlaşa bilərsən. Ya çox ciddi bir belə deyək, bir şey baş verə bilər. Amma yol getmək üçün tək belə deyək, ya idman, ya nəsə başqa bir şey yox. Əsas da insani keyfiyyət olmalıdır. Yəni bu vacibdir mənim üçün. İndi bəlkə kimin üçünsə öz işinə uyğun bir adamın professional olmağı vacibdir, amma mənim üçün insanın o professionallığından əlavə insani, şəxsi keyfiyyətlər də vacibdir. Aydındır. Instagramdakı adınız? Hə, Instagramdakı adım çox adam maraqlandırır. Yaxşı elə bu verilişdim, onu açıqlama gətirim. Deməli, Jack Hanma anime qəhrəmanıdır, personajıdır. Adını rus dilində deyəcəm, Azərbaycan dilində Döyüşçü Baki. Bayec Baki belə bir multiserial var, anime serial. Çoxdan çıxıb, artıq 6 ya 7 sezon oldu, qutardı. Deyəsən daha çəkməyəcəklər. Düzdür, son sezonları o qədər maraqlı deyil, amma ilk sezonları orada döyüş növlərindən bəhs eləyir və müxtəlif döyüş növü ilə məşğul olan idmançıların dünyada ən yaxşı olmaq uğrunda mübarizəsindən danışır. Və orada o personajların içində, idmançıların içində bir dənə də Jack Hanma adlı bir idmançı var. O da həyatda çox zəif bir insan olmağına baxmayaraq, çox güclü bir insana çevrilir, əziyyət çəkərək. Yəni, bu adı mən ondan götürmüşəm. Kimsə əgər daha da dərindən maraqlanmaq istəyirsə, yəni cizgi filmi super bir cizgi filmidir. Onu oturub diqqətlə baxıb, diqqətlə qulaq asmaq lazımdır. Yaponiya çəkib. Çox, yəni əsasən də idmana həvəsi olan döyüş növlərinə, nə bilim, güləş növlərinə həvəsi olan insanlar baxsa, mən elə başa düşürəm ki, bəyənəcəklər. Çox dərin mənalı, yenə deyirəm, ilk 3-4 sezonu, sonrakılar biraz orada artıq şeylər var. Çox dərin mənalı, çox tərbiyəvi bir şeylər var. Yəni hətta ona baxıb motivasiya alıb həyatda hansısa bir ciddi nəticələr vermək olar, ciddi dəyişikliklər eləmək olar. Yəni məsləhət görürəm. Vaxtı olan insanlar baxsınlar. Tamam. Hansı məşqçi sizin nəticəsini götürüb öz nəticəsi kimi paylaşıbdı? Ya olub belə bir şey? Yox,
məncə olmayıb. Olub belə ki, məsəl üçün məndə məşğul olan adamlar, məsəl üçün elə olur ki, insandır da bu gün bu zala gəlmək ona sərf eləmir, hansısa bir iş yerini dəyişir, başqa bir zala gedib, başqa bir məşqçi ilə başlayıb işləməyə. Məşqçi onu paylaşıb ki, nə bilim, bir həftəyə belə oldu, 3 günə belə oldu, amma yəni bir həftə yox, bir ildə adam mənim yanıma gəlir də. Bəs olub ki, heç qarşılaşmısınız ki, məsələn, proqramı siz yazmısınız, amma adam səhərsi gün deyib ki, bu proqramı mən özüm yazmışam. Hə, olur. Bu necə hiss elətdirir? Və nə dərəcə etikdir? Valla nə deyim, nə dərəcədə etikdir deyəndə, insanlar hər yolla pul qazanmağa çalışan insanlar var da, yəni və yaxud da özün biraz çox bilən, populyar göstərmək istəyən insanlar var. Əsas odur ki, hər kəs özü öz içində bilir hər şeyi. Bir Allah bilir, bir insan özü bilir. Bu kifayət eləyir. Yəni mən onu kiməsə deməyim və yaxud da deməyim ki, bu adam belədir, lazım deyil. Yəni ehtiyac yoxdur. İnsan öz içində bilirsə hər şeyi, o kifayət eləyir. O nə qədər yalan danışsa da, axşam gəlib evdə tək uzananda, o içindəki, o vicdan o rahat buraxmayacaq. İçindəki mən ona deyəcək ki, sən o deyilsən. Doğru. O ola bilər üzdə gülsün, amma gəlib evdə yenə oturub o içində onu keçirdəcək. Bugün gənclərimizə nə demək istəyirsiniz? Bugün gənclərə demək istəyirəm ki, mənim özümün də 2 övladım var. Allah hamının övladını saxlasın, hamısına can sağlığı versin. Bugün gənclərə mənim tövsiyəm odur ki, boş-boş işlərə vaxt sərf eləməsinlər. Onlar hələ də başa düşə bilmirlər ki, onların sərf elədikləri dünyanın ən dəyərli bir resursu zamandır, vaxtdır. Bugün pis yaxşı hər bir uşağın valideyni çalışır ki, ona əyin-baş təmin eləsin, qidasını təmin eləsin, təhsilini təmin eləsin. Onların üzərinə yalnız oxuyub savadlı olmaq və idmanla məşğul olub güclü, sağlam olmaq düşür. Yəni ən azından bir kişi, nəinki kişiyə, mən qadınlara da tövsiyə edirəm. Qadınlarımız da güclü olmalıdır. Yəni bu köhnə insanların fikri var, qadın nədir, zal nədir? Elə deyil, qadınlarımız da güclü olmalıdır. İnsan ümumiyyətlə güclü olmalıdır. Sağlam bədəndə sağlam ruh olar. Fiziki güclü olsunlar. Yəni Allah eləməmiş sabah hansısa bir müharibə olar, döyüş olar. Orada nəinki kişi, qadınlar da iştirak eləyəcək. Yəni vətəni qorumaq, insanlarımızı, yaxınlarımızı, övladımızı, anamızı, bacımızı, nə bilim, qorumaq hər bir kəsin üzərinə düşür. Fərqi yoxdur. Buna görə də həm savadlı olmaq lazımdır, həm güclü olmaq lazımdır. Və bu gənc nəsilə mən tövsiyə eləyirəm ki, vaxtınızı boş-boş şeylərə sərf eləməyin. Boş-boş çayxanalarda gedib domino oynamağa, boş-boş nə bilim, lazımsız söhbətlər eləyib, ha-ha-ha, hi-hi-hi, hər gün eyni şey. Uşaqlarıma da deyirəm bunu, düzdür, onlar da arada eləyirlər. Bir tərəfdən başa düşürəm, uşaqdılar, hələ başa düşmürlər nə deyirəm. Çünki mənim də atam mənim müəyyən bir yerdə müəyyən bir nəsihətlər verəndə mən başa düşmürdüm onu. Amma sonra özüm çətinə düşəndə başa düşdüm nə demək istəyirdi. Bir tərəfdən ona görə qınamıram, amma deyirik, əməl eləmək lazımdır. Yəni əsas resurs vaxtdır. Vaxtınızı boş yerə sərf eləməyin. Bugün sizin valideyniniz gecə-gündüz çalışır ki, sizin hər bir şeyiniz olsun ki, siz cəmiyyətdə bir insan kimi, yaxşı, savadlı, güclü bir insan kimi formalaşasınız. Bunu əldən buraxmayın. Çünki bir də ayılacaqsınız ki, artıq vaxt gedib, gecdir və artıq məcbursan ki, geri qaytara bilmirsiniz. Yəni ona görə tövsiyəm budur ki, vaxtınızı boş yerə sərf eləməyin. Çox sağ olun. Çox belə maarifləndirici və həqiqətən də o fitnessin həqiqətlərini belə üzə dediyimiz bir bölüm oldu da. Mən çox razı qaldım. Sizi burada görmək də xoşdur. Çox sağ olun. Sağ olun. Mən təşəkkür edirəm. Çox sağ olun ki, dəvət elədiniz. Və bu cür o lazımsız verilişlərlə ekranları doldurmaqdandısa, mən elə düşünürəm ki, indi belə deyəcəklər biraz düz çıxmayacaq. Də yəni ad çəkmək istəmirəm, amma bəzi insanların verilişləri var, hansı ki orada təbliğat gedir, yaxşı şeylərin təbliğatı getmir, əxlaqsızlığın təbliğatı gedir. Nə bilim, yaxşı şeylər olmur da, yəni istəmirəm çox qırağa çıxım. Heç olmasa bir dənə də belə bir veriliş salında nə olar ki?
Nə qədər olar ki, eyni tipli verilişlər ancaq müğənnilər gəlir. Bildikdə müğənnilərimiz var, çoxdur. Bəs idmançılarımız necə? Onları kim tanıdacaq? Niyə bir veriliş yoxdur ki, hər dəfə bax belə bir idmançını çağırsın, diskussiya aparsınlar, hansısa bir fikir mübadiləsi aparsınlar, bir cəmiyyətə faydalı bir şey versinlər. Yəni çox istəyərdim ki, belə bir şeyləri təşkil eləsinlər dövlət səviyyəsində, telekanallarımızda. Mən elə başa düşürəm ki, mən elə başa düşürəm ki, cəmiyyətdə insanlar da çox baxar belə şeyə, maraq doğurar. Yəni o eyni tipli verilişlərdən artıq insanlar yorulur. Düzdür, baxırlar, çünki başqa bir şey yoxdur. Hansı kanala çevirirsən, biri diz üstündə uzanıb, biri nə bilim ağlayır. Nəsə də, amma yəni buna da maraq olacaq, özü də kifayət qədər çox maraq olacaq.